izləyicilərimiz, əziz şagirdlərimiz, əziz valideynlərimiz, mən Vüsal Kəlbəcəri bugün Azərbaycanımızın çox gözəl rayonlarından biri olan Saatlı rayonunda bugün axırıncı çəkilişimizdir. 2026-cı il 14 fevral tarixidir və biz həm mən tənqidçi jurnalistlərim Vüsal Kəlbəcəri, həm Saatlıda çoxlu sayda təqaüddə olan müəllimlər çəkmişəm. Qanunla fəaliyyət göstərən, qanunsuz fəaliyyət göstərən repetitor müəllimlər də çəkmişəm. Nümunəvi və qabaqcıl müəllimlər də çəkmişəm və qabaqcıl nümunəvi müəllimlərdən, qozaman müəllimlərdən birini, gözəl ağsaqqallardan birini sizlərə təqdim eləmək istəyirəm. Müəllim, sizi xoş gördük. Allah təala uzun ömür versin, can sağlığı versin. Adınız, soyadınız? Abdullayev ablası. Çox gözəl. Biz şagirdlərdən çoxlu sayda müsahibələr götürdük. Şagirdlər sizin haqqında gözəl sözlər bildirdi. Neçə il müəllim kimi çalışmısınız? Hal-hazırda 26-cı ildə işləyirəm müqaviləyə. Çox gözəl. 26 ildir ki, təhsil sahəsində çalışırsınız hal-hazırda. Və indi hal-hazırda neçə yaşınız var? İndi 67. Ay maşallah. Və arzumuz odur ki, sizin 70 yaşınız, 80-90 yaşınız olsun, gələk gözəl çəkilişlər eləyək. Gözəl bala sizin nəvənizdir. Çox gözəl, Allah saxlasın. Və hansı məktəbdə çalışırsınız hal-hazırda? Saatlı rayonunun? Mən ən çox Hacı Qasımda işləmişəm. Bəli. Əsas iş yerim oldu. Bəli. Pensiya çıxandan sonra bir il mənzildə işləmişəm müqaviləyə. Bəli. İndi hal-hazırda Saatlıda 4 nömrədə orada işləyirəm. Çox gözəl. Müqaviləyə işləyirəm. Bəli, hörmətli izləyicilərimiz, biz müəllimə nə arzulaya bilərik? Ən gözəl can sağlığı arzulaya bilərik. İndən belə arzumuz odur ki, 70, 80, 90 yaşına qədər gözəl şagirdlər yetişdirsin, o cümlədən nəvələr, nəticələr də müəllim kimi vətənimizin dəyərli vətəndaşları olsunlar, qoymuruq. Və o cümlədən də müəllimə can sağlığı arzulayırıq və bugün 2026-cı il 14 fevral tarixidir. Müəllimin hətta biz bildiyimizə görə çoxlu sayda yetirmələri var. Hansıdan tədris edirsiniz müəllim? Riyaziyyat. Riyaziyyat. Riyaziyyat bütün elmlərin açarıdır, elmi sirridir, padşahıdır. Belə deyək ki, hətta çoxlu sayda şagirdlər bu dəqiqə müəllim hazırlaşdırır və yaxında olan, kəndlərdə olan şagirdlərə bildirmək istəyir ki, riyaziyyat elmini yüksək şəkildə mənimsəmək istəyirsə, Arifət müəllimə müraciət edə bilərsiniz. Riyaziyyat elmindən, riyaziyyat fənnindən yüksək balla, ən yüksək balla ali məktəbə qəbul olmaq istəyirsə, yenə müəllimə müraciət edə bilərsiniz. Müəllimə uzun ömür can sağlığı arzulayır. Müəllim, siz nə və nəticələrinizdə nə deyə bilərsiniz bizim çəkilişlər vasitəsilə? Nə arzuluyorsunuz gələcəkləri? Bu kadra 20 il, 30 il sonra baxacaqdılar. Mən əsas düzdür, təhsil birincidir bizdə. Əsas biz təhsil öyrənirik uşaqlara. Təlim, tərbiyə evdən gəlir. Ancaq ən arzuladığım budur ki, ağıllı uşaq hara getsə, özünə karyera qurur. Ona görə ən birinci şagirdlərimizə ağıl arzulayıram. Amin. Çox sağ olun. Təşəkkürlər, minnətdaram. Sağ olun.